Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində məhsullar istehsal tarixi, yararlılıq müddəti, mənşəyi və istehsalçı barədə məlumatları özündə əks etdirən etiketlərlə və xüsusi qablaşdırmalarda satışa təqdim olunacaq. Artıq Bakıda fəaliyyət göstərən Yaşıl Bazarda aparılan sağlamlaşdırma tədbirlər çərçivəsində burada satışa çıxarılan süd məhsullarının etiketlənməsi həyata keçirilir. İstehlakçıların bazarlardan ən çox aldığı məhsullar sırasında olan süd məhsullarının qanunvericiliyin tələblərinə uyğun olaraq markalandığının şahidi oluruq. Belə ki, nümunə kimi göstərmək istəyirəm, süd məhsuludur və məhsulun üzərində istehlakçılar üçün zəruri məlumatların hər biri tam və dolğun şəkildə qeyd olunmuşdur. Belə ki, biz məhsulun üzərində istehsalçının adı, ünvan, məhsulun istehsal tarixi, yararlılıq müddətini tam şəkildə müşahidə edə bilirik. Layihə yalnız qida təhlükəsizliyinin təmin olunmasına, istehlakçı hüquqlarının müdafiəsinə və bazarda şəffaflığın artırılmasına deyil, eyni zamanda yerli fermerlərin və ailə kəndli təsərrüfatlarının dəstəklənməsinə də xidmət edir. Etiketlənmə və xüsusi qablaşdırma məhsulların mənşəyini və istehsalçısını aydın şəkildə göstərdiyindən fermerlərin məhsullarına istehlakçı etimadının artırılmasına və bazarda rəqabət imkanlarının genişlənməsinə şərait yaradır. Növbəti mərhələdə digər bazarlarda da süd və süd məhsullarının etiketli və xüsusi qablaşdırmalarda satışa çıxarılması planlaşdırılır.